müsəlmanlar hamısı birləşibdir. Hamısı birləşibdir. Ona görə indi bu günləri təbliğə salmaq ki, sən belə müsəlmansan, belə müsəlman, sən o tərəfdən, sən bu tərəfdən, nə bileyim, sən Amma bir dənə sizin partizanı xahişiniz olsun, Heydər müəllim. Siz də çox gözəl Peyğəmbər haqqında gözəl sözlər buyurunuz. Təəssüf ki, cəmiyyətində elə adamlar tapır ki, Gülzar kimi, Ələslər kimi özlərini yalancı Peyğəmbər elan etmiş. Və istədik ki, onlara qarşı ciddi mübarizə aparar. Çünki mənəviyyatı parçalanmaq olmaz, əxlaqiyyəti parçalanmaq olmaz. Bunlar elə öz bəhərəsini verəcək və onlara qarşı bu vahabiliyə qarşı. Yəni bir də yabancı olan elməklər ciddi mübarizə aparır. Bilirsiniz, vahabilik, mən nə üçün dedim, hər ölkədə bu İslam dininin özünün yeri var. Vahabilik haradasa var. Biz bunu nə dağıda bilərik, nə bunu inkar edə bilərik, nə də bunun əleyhinə gedə bilərik. Nə də dəstəkləyə bilərik. Nə də dəstəkləyə bilərik. Yox, bu öz işidir. Yəni bu İslam dinində nə? Azadlıq var. İslam dini elə bir dindir, siz bunu məndən yaxşı bilirsiniz ki, bu insanlara azadlıq verir, dini azadlıq veribdir və heç də bu, nətər deyərlər, o diktatura, İslam diktaturası qurmuyor. İslam diktaturası qurmuyor. Haradasa vahabilər var, qoyulsunlar. Amma Azərbaycanda vahabilər yoxdur. Haradasa vahabilər var, qoyulsunlar. Amma Azərbaycanda vahabilər yoxdur. Amma Azərbaycanda vahabilər yoxdur. Amma Azərbaycanda vahabilər yoxdur.